Hər birinizə salamlar dəyərli izləyicilər. Bu günləri hər biriniz üçün maraqlı olan bir vlog hazırlayacağım. Yolumuz havalimanına doğrudur. Galatasaray'ın oyununu izləməyə gedirik. İnşallah videoda tam təfərrüatında hər bir şeyi izləyəcəksiniz. Yusuf, hara gelirsən? Yaxşı yol, gülə-gülə. Artıq təyyarəmiz qalxış üçün hərəkət zolağındadır. Bu vaxt ərzində Galatasaray futbol biletini necə əldə etmək olar, onun haqqında sizə kiçik bir məlumat vermək istəyirəm. passo.com.tr və yaxud da Passo uygulamasından bilet əldə etmək olar. Bunun üçün ilk öncə üyelik almaq lazımdır. Biz 2 nəfər olduğumuza görə oğlum və mən ayrı-ayrılıqda üyelik alındı. Bir üyeliğin qiyməti 800 TL'dir. Amma buna baxmayaraq futbol biletini əldə etmək mümkün olmadı. Mümkün olmadığından ötəri də biz bileti əldən almaq məcburiyyətində qaldıq. Qeyd etmək istəyirəm ki, uygulamada göstərilən qiymətlərlə əldə alınan biletlər arasında böyük bir fərq olur. Əsas odur, biletimizi aldıq. İnşallah bu günləri Galatasaray oyunundan çəkilişlər edəcəm. Birlikdə izləyək. Gedirik Galatasaray maçını izləməyə. İnşallah qazanar burada. Yusuf, necəsən? Hər şey yaxşı? Erkan abi, keyfin nasıl? Çok güzel. Galatasaray kazanır mı sence? Olacak inşallah. İnşallah kazanır. Bir Galata Kulesi'ne bir şey de geçti. Haliç Köprü'den geçiyoruz şimdi. İnşallah hem Galatasaray hem de Qarabağ kazanır. Artıq Əli Samiyan spor kompleksinin ərazisindəyik. Ərazi həm böyükdür, həm də insan kütləsi çoxdur ərazində. Rams Park stadionunda mənim ikinci gəlişimdir. Birinci gəlişimdə müzey əsnasında olmuşdu. Amma ilk dəfədir stadiondan oyun izləyəcəm. Və budur Rams Parkın möhtəşəm görünüşü. Bugünkü oyunda Galatasaray Union Saint-Julien oyunu keçiriləcək. Belçika çempionu ilə. Stadiona vaxtından əvvəl gəldiyimiz üçün hələ ki oturacaqlar tam dolmayıb. Növbəti saatlarda təbii ki tam olacaq. Bu arada qapıçılar da isinmə hərəkətinə başladı və rəqib komandanın oyuncuları meydana daxil olur. Kadrda isə azərkeşlərlə futbolçular arasında salamlaşmadır. Azərkeşlər futbolçunun adını çəkərək onu ölə çıxardıb salamlayırlar. Artıq oyunun başlanmasına çox az bir vaxt qaldı. İndi isə heyətin açıqlanmasını verəcəklər. Heyət haqqında məlumatlar. Ramos Park'ın möhtəşəm atmosferi, möhtəşəm hava-havası. Artıq oyun başlayır. Və Çempionlar Liqasının bayrağını da meydana gətiriblər. Gördüyünüz kimi möhtəşəm arena və oyuncular meydana daxil olur. Həqiqətən də Çempionlar Liqasının futbol azərkeşləri üçün xüsusi bir musiqidir. Bunu bəyənməmək mümkün deyil.
Artıq oyun başlamışdır. Düzdür, bu oyunda Galatasaray məğlub olsa da 1-0 hesabı ilə oradakı atmosferi yaşamaq, canlı oyunu izləməyin bir başqa ləzzəti var idi. Doğrudan da izləməyə dəyərdi. Artıq birinci hissə yekunlaşıb, biz də çay fasiləsi edirik. Etmək istəyərdim ki, bu oyunda Galatasarayın heç cürə alınmadı, heç bir variantla qapıya yol tapa bilmədi. Çox təəssüf ki, Galatasarayın ən təhlükəli vəziyyətlərindən biri də Saranın küncünə zərbəsi ilə oldu. Amma çox təəssüf ki, burada da heç cürə fərqlənə bilmədi. Kendinize gelince oynuyorsun ama. Şimdi. Və beləliklə Galatasaray öz meydanında 1-0 hesabı ilə məğlub oldu.